məbəslə bağlı istəyirəm çıxış edeyim ki, Peyğəmbərimizə Peyğəmbərlik verilən bir günlə bağlı çıxış etmək istəyirəm ki, İnşallah Allah üzümüzə gələn bu günü bizlərə mübarək qərar versin inşallah. Məbəs yəni insanlığın, insaniyyətin doğulduğu gün. Məbəs yəni Peyğəmbərimizə Peyğəmbərlik verilən gün. Elə bir şəxsiyyət ki, o həmişə diridir. Fiziki şəxs olaraq o bizi tərk edib, amma ruhən və mənən bizlədir. Ya bizlə ola bilər. Niyə bizdə ola bilər? Çünki bizlərdən çox şəxsidir. Yəni, bizlə indi də olması mümkündür, əlbəttə mümkündür. Nə mənada mümkündür? Yəni, bir şəkildə ki, onu öz yanında hiss edəsən. Onu önündə hiss edəsən. Onu sənin müşahidə etdiyini hiss edəsən və görəsən. Necə ki, Uveys Qərəni Peyğəmbər sağ ikən, zahirdə Peyğəmbərdən uzaq bir yerdə yaşayırdı. Bu mənada Peyğəmbəri görmədi. Amma digər mənada əlbəttə Peyğəmbərlə birgə idi. Peyğəmbər də onun yanında idi. Peyğəmbər onu görməyə, o Peyğəmbəri görməyə, Peyğəmbər ona mənim qardaşım söylədi. Amma bəzi insanlar ki var idi, onun yanındaydı. Quran buyurur, yənzuruna ilək fəla yubsirun. Baxırdılar Peyğəmbər, amma görmürdülər Peyğəmbəri. Uveys Peyğəmbərin yanında deyildi bu mənada, amma digər mənada Peyğəmbər onun yanında idi və o Peyğəmbərlə birgə idi. O Peyğəmbəri görürdü. Qəlbinin gözləri ilə, vücudu ilə, tamamən həyatı ilə. Peyğəmbəri yanında hiss edirdi. Məkan məhdudiyyət yarada bilməz Peyğəmbərlə bizim aramızda. Zaman məhdudiyyət yarada bilməz Peyğəmbərlə bizim aramızda. Peyğəmbər diridir, ruhən və mənən. Həydir. Və bir insan əgər onunla ünsiyyət qurmaq istəyirsə, o qapı açıqdır. Gedən lazımdır. Hərəkət edən lazımdır. İnsanda gələ bir, bu yolda bir qədəm qoysun, iradə eləsin və hərəkət eləsin. Allah bizlərə yol açıb. Və bizim iradəmizdən çox şey asılıdır. İnsanın iradəsi, istəyi mühüm məsələdir. İradə kəlməsini çox işlətdim. Qoy elə bu mövzunu Peyğəmbərlə bağlayayım ki, mövzu nə qədər əlaqəlidir. İradə kəlməsi və mövzusu Quran-ı Kərimdə yer alıb. Allah Quranda buyurur, mən kənə yuridu hərsəl axirə. O kəslər ki, axirət istəyir. Nəzid ləhu fi hərsihi. O kəslər ki, axirəti, cənnəti iradə eləyib. O kəslər ki, yalnız fani olan dünyaya bağlanmayıb. Onlar axirəti iradə eləyiblər. Nəzid ləhu fi hərsihi. Biz onlara şərait yaradarıq. Əllərindən tutarıq, apararıq onları, əgər gəlsələr. Özə maraqlı kəlmə budur. Mən yuridu yəni iradə. Kimlər ki, iradə edib. Nəyi? Hərsəl axirə. Hərs kəlməsi işlənib. Hərs ərəb mənşəli kəlmədir, əkin sahəsinə deyirlər. Əkin sahəsinə ərəblər hərs deyirlər. Allah deyir, əgər o kəslər ki, dünyalarını bir əkin sahəsinə çevirdilər, axirətləri üçün. Hədisdə var. Əd-dünya məzra'atul axirə. Dünya axirətin əkin sahəsidir. O kəslər ki, dünyalarını bir əkin sahəsinə çevirdilər. Yəni, ağac yetişdirdilər, əkin sahəsində nələrsə iş gördülər, çalışdılar. Allah dünyanı əkin sahəsinə bənzədir bu ayədə. Və bizləri də necə görmək istəyir? Bir əkinçi kimi görmək istəyir, bir bağban kimi görmək istəyir. Və başqa ayədə buyurur, görün ayələr nə qədər bir-birini bağlayır. Buyurur, qad əfləhəl müminun, həqiqətən müminlər nicat tapdı. Əfləhə kəlməsi işlənib. Əfləhə, fəllah, eyni köklü sözlərdir. Fəllah əkinçiyə deyirlər.
Onlar ki, əkdilər, becərdilər, yetişdirdilər, toxumları dibinə su tökdülər, çalışdılar, zəhmət və səy, əkinçi oldular bu mənada. Əhsən belə insanlara. Fəllah kəlməsi, əfləhə kəlməsi işlənib Qur'an-ı Kərimdə və azanda da işlənib. Həyyə aləl fəlah, tələssün, fəlah, fəllah, əfləhə. Eyni köklər sözdür. Eyni kök sözlər. Tələssün, əkməyə, yetişdirməyə, işlər görməyə, səy və çalışmağa. Yəni, dünyanı, bacarıqlarını, potensiallarını ahirətə yönəltdilər belə insanlar. Ahirəti iradə elədilər belə bir insanlar. Buyurur Allahımız ki, mən o insanları əlindən tutaram. Əlindən tutaram, kömək edərəm elə insanlara. O insan ki, çalışır və zəhmət çəkir. Bağban olur dünyada. Əmirül-Müminin ləqəblərindən biri Əbu Turabdır, torpaq atası. Deyir, ən xoşladığı ləqəblərdən biridir. Əbu Turab, torpaq atası, yəni bir mənası bağban. Yəni yetişdirir, tərbiyə edir. Bəziləri Əbu Ləhəbdir. Ləhəb, Əbu Ləhəb, Ləhəbin bir mənası da oddur. O bir mənası da oddur. Əbu Ləhəb yəni od atası. Düz deyirlər, Əbu Ləhəbin üzü ki biraz qırmızı idi, qırmızılığa çalırdı. Ona görə deyirlər Əbu Ləhəb, amma hələ həqiqətən Əbu Ləhəb idi, od atası idi. Bəziləri yetişdirir, qurur, yaradır, olur Əbu Talib. Bəziləri yandırır, dağıdır, viran edir, olur Əbu Ləhəb. Bəziləri olur Əbu Cəhil, cəhalət atası. Onun övladları da nadanlar olar, nadanlıq olar. Allah buyurur, bağban ol, becərt, ağacları ək, suvar, çalış. Nəsə bir qur, yarat, iş gör, yatma. Allah bunun üçün bizi səsləyir Quran-ı Kərimdə. Amma buyurur, qad əfləhə mən təzəkka, özünü təzkiyə eləmədən heç nə deyə bilmərsən. İstəyirsən nəsə bir bağbanlıq eləyəsən, birinci özündən başla. Qad əfləhə mən təzəkka, özü təzkiyə elə, özü pakla, islahat apar və apar, onda bəli, nələrsə eləyə bilərsən. Bir qrup insanlar nə oldu Quranın məntiqinə əsasən? Əziz Allahımız buyurdu, mən kənə yuridu hərsəl axirə. Onlar iradə ediblər nəyi? Onlar ahirəti iradə ediblər. Cənnəti iradə ediblər. Onlar dünyalarını cənnətlərinə körp ediblər. Onlar dünyalarını yol qərar veriblər, cənnətin bir mənzil və məqsəd qərar veriblər. Gözəl. Bir qrup insanlar bu cürünə iradə edirlər. İkinci qrup iradə edənlər. Mən kənə yuridu hərsət dünya. Amma onlar ki, onların iradələri dünyadır. Hər şeydə dünya marağı. Hər şeydə maddi marağı. Mənfəətpərəst, axirətini dünyaya qurban verir. Başqalarının da axirətini dünyalarına qurban verir. Hər şeydə özü, öz xeyri, öz mənfəəti, özdə məhdud mənfəət. Dünya bitdi, qutardı. Yəni dünyadan başqa bir istekləri yoxdur, iradələri yalnız dünyadır. Bu da ikinci qrup insanlar. Amma deyir, üçüncü qrup insanlar da var. Bu da maraqlı bir ayədir. وَاسْبِرْ نَفْسَكَ مَعَ الَّذ۪ينَ Ay Peyğəmbər, özü Peyğəmbərə işarədir. Ol o kəslərlə ki, مَعَ الَّذ۪ينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاتِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ Ol o kəslərlə ki, o kəslər Allahı iradə ediblər. Rəblərini istəyirlər. Allahın rızayəti üçün yaşayırlar. Cənnət və son məqsədi deyil. Cənnət və axirət də onlar üçün bir yoldur, vəsilədir, vasitədir. Gedib Allahına yetişsinlər. Onlar cənnəti mənzil qərar veriblər, məqsəd yox. Onların məqsədi dərdi səri Allahdır, vəchullahdır. Yuridunə vəchəh. İlahi vəchi istəyirlər, vəch ərəb dilində üzə deyərlər.
Bir nəfəri tanımaq istəsən üzünə baxarsan. Üzünə baxırsan, tanıyırsan. Onlar vəchullah istəyirlər, ilahi mərifət istəyirlər, Allahı günbəgün tanımaq istəyirlər. Allah hədisi qüdsüsə deyir, kuntu kəzzən məhviyya, kənzən məxfiyya. Mən gizlin bir xəzinə idim. Gizlin bir xəzinəyəm. Və insan istəyir o xəzinə ilə tanış olsun, tanısın günbəgün, günbəgün. Mərifət, yeni tanışlıq. Yuridunə vəcəhə. Mən bəzi bəndələrim var. Amalları, zikirləri, fikirləri vəchullahdır. Allahı tanımaqdır, mərifətdir. Düzdür, Allah bir məqam var, ila Allahın zat məqamın ora mümkün deyil gedib çatasan. O mənada heç cürə mümkün deyil onu tanıyasan. Amma əsmaullah, Allahın adları ilə tanış olmaq, Allahı tanımaq, mərifətullah, vəchullah, yuridunə vəcəhəh. Mənim bəzi bəndələrim var. Zikirləri, fikirləri mərifətullahdır, ilahi mərifətdir. Çünki bu mərifətin nəticəsi məhəbbətdir və eşqdir, sevgidir, təvəlladır ki, təbərrad onun yanındadır. Mən bəzi bəndələrim var belədir. Peyğəmbər, sən də bunlarla ol, belə insanlarla ol. Biraz açacağım bunu. Böyük bir məqamdır, yalnız insan vəchullah üçün yaşayan. Əhl-i Beytin Allah tərif edəndə Quran-ı Kərimdə baxın İnsan surəsində deyir ki, biz ki o yetimi, əsiri, fəqiri yedirtdik. Niyə? Nut'imu innəma nut'imukum livəchillah. Yedirtdik, nə üçün yedirtdik o 3 nəfəri? Vəchullah üçün. Yeni mərifətlər Allahla bağlı əldə eləmək üçün. Yeni məhəbbət əldə eləmək üçün. Allah da deyir, bu yol təkcə Əhl-i Beyt üçün deyil, bu qapı açıq. Bizlər üçün də açıqdır bu qapı. Bəzi insanlar da bunu iradə edirlər. Vəchullah iradə edirlər. Bir sözündən Quran-ı Kərim insanları 3 qrupa bölünür. 3 qrupa bölür. 3 qrup. Zikr fikri yalnız dünya. Zikr fikri maşallah axirət və cənnət. Bir pillə də yuxarı zikr fikri nədir? Allah və Allah və Allah. Vəchullah. İlahi vəcə. Və Vaqiyə surəsində bu 3 qrupdan Allah danışır. Baxın. Kuntum əzzvacən sələsə. 3 hissəyə bölündünüz. 3 qrupa bölündünüz. Fə əshabul məymənə. Ma əshabul məymənə. Əməlləri sağ əlinə verilənlər. Əshabul yəmin. Bir qrup bu. Əshabul məşəmə. Ma əshabul məşəmə. Əməlləri sol əllərinə verilənlər. Bu da bir qrup. 3-cü qrup və sabiqunə sabiqun ulaikəl müqarrabun. Mənim müqarrəb bəndələrim var. Müqarrəb yəni qurb sözündən götürülüb. Qorb, qurb. Qorb, qurb, qurbətən Allah, yəni Allaha yaxın olan bəndələr. 2-ci qrup əshabul yəmin, əməlləri sağ əllərinə verilənlər. Xoş olsun o insanlara ki, qiyamət günü əməl dəftəri sağ əlinə verirlər. Sağ əl nəyi simvolizə edir? Sağ əl, yəni sənin vəziyyətin yaxşıdır. Hər şey qaydasındadır, əlhəmdülillah. Bir qrup insanlar əshabul məşəmə, onların əməlləri sol əllərinə verirlər. Çünki onlar yalnız və yalnız nə düşünüblər? Yalnız dünya düşünüblər. Dünyadan o tərəfə heç nə görmürlər. Dünya üçün yaşadılar, dünya üçün də öldülər. Bitti. Amma 3-cü qrup insanlar hansı insanlardır? Müqarrəb insanlardır. Müqarrəb insanlar o 2-ci qrupdan üstün insanlardır. O kəslər ki, onlara əməl dəftərləri sağ əllərinə verilir, onlardan üstün bunlardır, müqarrəblərdir. Müqarrəblərdir. Xoş olsun bu insanların halına. Və Allah onları tərifləyir Quran-ı Kərimdə buyurur فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ Mənim müqərrəb bəndələrim fəruhun. Onlar rahatlığın özüdülər. O rəyhanun və cənnətun nəim. Onlar cənnətin özüdülər. Həqiqətən onlar rahatlığın özüdülər. Aramlığın özüdülər. Onların qəbirlərinin kənarında da o aramlığı insan hiss edir. Onların adı çəkiləndə insanın ruhunda nə qədər huzur yaranır onu hiss edir. Onlarla həm söhbət olmaq, onlarla birgə olmaq, onlarla birgə yaşamaq insanın bütün ağramlığını təmin edir, rahatlığını təmin edir. Buyurur, müqərrəbləri soruşursunuz, böyük məqamdır. Allahın ən böyük məqamlarından təyin etdiyi məqamlardan biridir. Müqərrəb. Müqərrəb.
Bir məqam var, Allah Quranda deyir, əbrarların məqamı. Əshab-ül Yəmin də demiyorlar. Əməlləri sağ əllərinə verilənlər. Əbrar insanlar. Onlar kimdir? Böyük məqamdır. O kəslərdir ki, yaxşı işi yaxşı olduğuna görə eləyərlər. Nəinki mənim xeyrimə var ona görə. Bu iş yaxşıdırsa edər. Qutardı getdi. Zahirdə ziyanlı olsa belə edər. Yorğunluq olsa belə edər. Yaxşıdır, yaxşıdır. Qutardı edər. Xeyrim filan kəs görəcək, mən yox, yaxşıdır, eybi yox, yenə edərəm. Çünki mən əbraram. Bu bir məqamdır. Amma yüksək məqam deyil. Bundan o tərəfə də var. Kamil insanlarda bu məqamda var. Amma bundan üstün məqamda var. Əhl-i Beytdə bu məqamda var. Amma yalnız bu məqamdan məhdudlaşmıyorlar. Bundan üstün məqamlar da var. O hansı məqamdır? Müqərrəbin məqamıdır. Müqərrəbin məqamıdır. O daha üstün məqamdır. Belə bir insanlar da var həyatda. Ona görə Əshab-ı Şimal o kəslərdir ki, dərdləri, sərləri dünyadır. Əshab-ül Yəmin o kəslərdir ki, dərdləri, sərləri axirət və cənnətdir, cənnət neymətləridir. Müqərrəblər o kəslərdir ki, zikirləri, fikirləri Allahdır, mərifətullahdır, vəchullahdır. Allah bizim Peyğəmbərə deyir, ya Rasulallah deyir, bəli. O kəslərlə ol ki, zikirləri, fikirləri yalnız vəchullahdır, ilahi mərifətdir. O kəslərlə. Yalnız öz zamanında yox, hələ indi də. Əgər fikrimiz, zikrimiz vəchullah olsa, ilahi mərifət olsa, Allah nədir? Rəsul-i Əkrəm bizləndir, birgədir, sənləndir. Hələ sənləndir. Ruhən və mənən sənləndir. Adam onun yanında istəsə nə olar? Rəhmətən lil aləmi mənlədir. Bəh. Bu yolu açıblar özümüzə. Kim gelmək istəyirsə buyursun. Vəchullah. O kəslər ki, vəchullah üçün yaşayırlar. Vəchullah, yəni mərifətullah, ilahi mərifət üçün Peyğəmbər o kəsdən ol. Vəchullahın bir dənə dərin mənasını deyirəm sizə. İnşallah keçirən mövzunu asısı yekunlaşdırmağa tərəf. Vəchullahın bir dənə də mənası bilirsiniz nədir? Dərin mənası, nüdbə duasını oxuyanlar. Keçib bu kəlmə, yəqin gözünüzdən, kənarından görmüsünüz bunu. Eynə vəchullahu-ləzi İleyhi yetevəccəhul övliya. Övliyaların üz tutduğu ilahi vəçhin təcəllisi olan İmam-ı Zaman hardadır? Vəchullah, Allahın vəchinin təcəllisi, Allah adlarının yeryüzündə təcəllisi İmam Zamandır. Həmən o ilahi vəçhin təcəllisi İmam Zamandır. Peyğəmbər o kəslər ki, zikirləri, fikirləri vəchullahdır, yəni İmam Zamandır, yəni İmam Zaman dərdi, dərdləridir. Yəni dərdləri, sərləri, sevincləri, kədərləri İmam Zamandır. Yəni ömürlərini vəqf ediblər İmam Zamana. Hə? Sən onlarla ol günah. Onlarla birlikə ol günah. Bir insan ki, dərdi, səri, fikri İmam Zaman olan. Çünki İmam Zaman bir yoldur, Allaha gedən yoldur. Allaha aparan yoldur. Allaha insanı vəsl edən bir yoldur, şəxsdir. Bir insan ki, zikri, fikri İmam Zamandır, dərdi İmam Zamandır, bütün ömrü İmam Zamandır. Deyir Peyğəmbər, bütün ömrünü İmam Zamana verəndən bir yol günan. Verəndən bir yol günan. Ayə nədir? وَاسْبِرْ نَفْسَكَ مَعَ الَّذ۪ينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاتِ وَالْعَشِيِّ. Gecə gündüz zikr eləyər Allahı, yuridun vəchehu və iradə edər vəchullahı. Allahın vəchinin də təcəllisi yeryüzündə İmam Zaman, yəni zikri fikri İmam Zamandır. Çünki başa düşüb ki, Allaha gedən yol İmam Zamandır. Çünki başa düşüb ki, insanı Allaha vəsl edən İmam Zamandır. Peyğəmbər vəsbir nəfsəkə mə'əl-ləzin. Bunlarla ol günah sən. Hələ indi də onlarla ol günahsan. Bu böyük bir məqamdır. Bu böyük bir məqamdır. Bəli, nə qədər əhl-i beytdənsə, onlar da o qədər səndəndir. Hər an ondan ol, hər ləhsə səndən olsunlar. Biri gəldi İmam Rıza'ya yaxınlaşır. Cu'iltu fidak, canım sənə qurban olsun. Əştəhi ən ələm, bilmək istəyirəm. Nə? Keyfə ana indəkə. Keyfə ana indək. Sənin yanında necəyəm? İmam Rıza'ya dedim. Yəni sənin baxışında necəyəm? Sənin yanında necəyəm? Nə qədər hörmətim var?
keyfə ənə indəkə. Necəyəm sənin yanında? Cavab. Unzur keyfə ənə indək. İmam Rıza dedi, bax gör mən sənin yanında necəyəm. Hər an düşünürsənmi məni? Hər an düşünürəm səni. Hər an mənlənsən, hər an sənləyəm. Hər an məni üçün çalışırsansa, bu yolda xadimsənsə, hər an səndənəm. Bəli, bu böyük bir məqamdır. Vəchullah. Yalnız Allah və Allah. Müqərrəblərin məqamıdır. Müqərrəblər. Müqərrəblərin dərəcəsi var. Başda əhl-i beytdir. Amma bizlərə də yol açıqdır, əlbəttə açıqdır, buyur. Zikri fikrün ilahi mərifət, İmam Zaman olsun, buyur. Peyğəmbər də səndəndir.